Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli anbarın fəaliyyətini dayandırıb. Bu barədə Kanal 21-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri Nəsim rayonu Tifliski prospekti 1058-ci məhəllədə yerləşən avtomobil işçilərinin satış anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki, obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə tam təmin olunmayıb. Elektrik təsərrüfatı elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun quraşdırılmayıb. Obyekt od söndürən balonları ilə tam təmin edilməyib. Təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb. Obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Obyektin fəaliyyəti yaşayış binalarının layihələndirmə normalarının yanğın əleyhinə tələblərinə zidd olaraq binanın birinci mərtəbəsində təşkil edilib. Obyektin daşınmaz əmlak icbari sığortalar haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq sığortalanması barədə sənədlər təqdim olunmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətli genişləndirilərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş. Bakı şəhəri Nəsim rayonu Tifliski prospekti 1058-ci məhəllədə yerləşən avtomobil işçilərinin satış anbarının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.